yolla keçir, görür bir seyid oturub. Seyidlər qabaq yaşıl bir şey bağlayardılar, ya yaşıl şarf taxardılar, ya bellərini yaşıl bağlayardılar. Bilərdilər bu seyiddir. Deyir, bir seyid oturub görür qəmlidir, bu da yolla keçir. Onun hələ pis vaxtlarıdır, günahkar vaxtlarıdır. Deyir, ay Peyğəmbər balası, ay seyid, nə üçün burada oturursan qəmlisən? Deyir, kirayəmin vaxtıdır, tapa bilmədim, verə bilmədim. Bəs məni qovub ev sahibi, əşyalarımı da töküb küsəyə. Deyir, dayanır, yanında da adamlarla gözüdür, hörmətli adamlar olur, yanında da mütləq kimlərsə var. Deyir ki, dayan burada, yandaşına deyir, ged maşın gətir. Maşını götürüb gəlirlər, bunun bütün o yüklərini yığırlar maşına. Seyidə deyir ki, sənədləri gətir. Başa düşmür nə olub, gedir sənədini gətirir, götürür Seyidə aparır. Bir evi keçirdir onun adına. Keçirdir adına, gəlir ev təzə tikilib, Seyidə evin sənədini verir. Açarını verəndə deyir, bu ev özüm üçün tikmişdim. Heç bir gün yaşamamışam burada. Bu evi sənə verirəm, açarı verəndə əlindən tutur, deyir ki, sən də anın Zəhradan xahiş elə, o tərəfdə mənə bir ev hədiyyə eləsin. Bunu günahkar olan vaxtında bu ruhiyyəyə sahibdir. Belə adama Allah qəribə bir Allahın cazibəsi olur, sonra nə olur? Sonra bu şəhid olur, təbii ki şəhid olur. Şəhadət zirvəsinə çatır və izzətlə dünyadan köçür. İzzətlə dünyadan köçür. Belə bir məqama çatır. Görürsən ki, hansısa bir xüsusiyyətdə Allahın o ışığı bərq vurur, qəlbini aparır. Allah əlindən tutur, aparır. Bəzi insanlar var ki, onlardan gözlənti yoxdur.